daha effektiv olan bir vasitə hələ də qalır. Bu sosial şəbəkələrdir. Bu sosial şəbəkələrdə siz elə vəziyyət yaradın ki, onlar istədiklərinə nail ola bilməyəcəklərini nəhayət başa düşsünlər. Tofiq Yaqublunun bu qədər sərt şəkildə cəza almağının əsas səbəbi nədir? Onun danışdıqları, yazdıqları. İndi hökumətin qazancı nədir burada? Hökumət Tofiq bəyin həftədə bir 2-3 dəfə televiziya çıxışı olurdu. Qabağını alıb mı? Alıb. Hər gün bir neçə yazıcısı olurdu. Qabağını alıb da alıb. İndi biz hamılıqla o qədər yazmalıyıq, o qədər danışmalıyıq ki, o qədər tirajlamalıyıq ki, o cümlədən konkret Tofiq bəyin həbs olunmasına o qədər kütləvi etirazlar eləməliyik ki, hökumət hesablasın ki, Tofiq bəyi bir müddət girovda saxlayıb, onun televiziyalarda, internet televiziyalarında danışmağının, Facebook'da yazmağının qarşısını almaqla əldə elədiyimiz dividend Tofiq Yaqublunu həbsdə saxlamaqla məruz qaldığımız içkidən çox deyil. Hökumətə bax, rasional başı salmaq lazımdır ki, sən daha çox istirəcəksən. Tofiq Yaqublunu, bizim o 8 nəfər jurnalist qızlarımızı, bizim o gənc, perspektivli, yüksək təsirli vətəndaş cəmiyyəti fəallarımızı, bizim o prinsipial müxalifətçiləri, inanclı insanları sən həbsdə saxlamaqla cəmiyyətin bu günə qədər siyasətə qarışmayan kəsiminin də etirazlarına səbəb olacaqsan. Hara gedəcəksənsə, hansı səhifəni açacaqsansa, orada Tofiq Yaqubluya azadlıq yazılacaq. Hara gedəcəksənsə, hansı YouTube kanalına, hansı TikTok kanalına, hansı Facebook, Instagram, X platforma səhifəsinə girsən, orada siyasi məhbuslara azadlıq yazılacaq. Orada sənin repressiyalarına etiraz olacaq. Və Azərbaycan xalqı güc mənbəyidir. Əsas güc sizsiniz. Siz əgər, bax bu dediyimiz, çox sadə bir şey. Baxın, miting deyil ki, böyük risklərlə bağlı olsun. Hansısa haradasa bir itaətsizlik aksiyası deyil ki, hansısa bir risklərlə bağlı olsun. Onsuz da aşağı yuxarı çoxunuz bunu edirsiniz. Amma sistemli şəkildə, daha kütləvi şəkildə siyasi məhbuslara, Tofiq Yaqublu başda olmaqla, bəli, bugün Azərbaycanın ən nüfuzlu müxalifət liderlərindən biri burama bir ittihamla 9 il müddətinə azadlıqdan məhrum edilib. Və bizim xalq olaraq bunu elə belə sıradan bir hadisə kimi qəbul etməyə haqqımız yoxdur. Hər yerdə, hər fürsətdə Azərbaycan hökuməti xalqımızın bu repressiya siyasətinə etirazlı görməlidir və anlamalıdır. Anlamalıdır ki, riyazi olaraq uduzur. Gözlə görüləcək səviyyədə uduzur. Nəinki ictimai rəyi nəzarətə götürə bilmir. Olan qalan dəstəyi də itirir.